بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا tekilna ilə ənfusinə darfətə aynin. Əziz, qiymətli qardaşlar, dəyərli cəmaat, hörmətli böyüklər, ağsaqqallar. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun aləmlərin Rəbbi olan uca Allaha, o bizlərə fəzilətli mövsümlərdə, aylarda yaşamağı müvəffəq edir. Fəzilətli, xeyirli məclislərdə iştirak etməyi asanlaşdırır. Bizlərə öz neməti ilə, öz rəhməti ilə ona ibadət etməyi, onun sevdiyi, razı qaldığı sözləri danışıb, əməlləri yerinə yetirməyə müvəffəq edir. Həqiqətən də bunlar insanın həyatında, ömründə qarşılaşacağı ən böyük xoşbəxtçilikdir. Aləmlərin Rəbbi olan uca Allaha iman gətirmək, onun dini, İslam dininə təslim olmaq, Allah Taala'nın əmirlərin yerinə yetirib qadağalarından çəkinmək. Uca Allah buyurur: "Əfəmən şarahallahu sadrahu lil-İslami fehuve ala nurin min rabbih." Allahın köksünü, qəlbini İslam'a açdığı şəxs artıq Rəbbi tərəfindən bir nur, bir hidayət, bir işıq üzərədir. Allahın insanın qəlbini İslam'a açması, yəni namaz qılmağı ona sevimli, ona əziz etməsi, orucu onun gözünün nuru etməsi, Allahı zikr etmək, Allaha dualar etmək, Qur'an-ı Kərim oxumaq, salih, gözəl işləri asanlaşması. Hamısı aləmlərin Rəbbi olan uca Allah tərəfindən insana bəxş olunmuş nurdur. Uca Allah buyurur: فَمَنْ يُرِدِ اللّٰهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ. Allah Teala kimi hidayət etmək istəyirsə, onun qəlbini, onun köksünü İslam'a açır. Onun qəlbini, onun köksün ibadətlərə, İslam'a açır. وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ طَيِّقًا حَرَجًا كَأَنَّمَا يَسَّعَّدُ فِي السَّمَاءِ. Amma Allah Teala kimin ki azmağın, zəlalətə düşməyin istəyirsə, onun qəlbini ibadətə, Allahın sevdiyi, razı qaldığı sözlərə, əməllərə uzaqlaşdırır. Qəlbi ona istəkli, meyilli olmur. Ona görə bizlərin hamımız başa düşməliyik ki, aləmlərin Rəbbi olan uca Allaha ibadət etmək, Allaha inanmaq, onun mələklərinə, onun peyğəmbərlərinə, onun kitablarına, axirət gününə inanmaq, qədərin xeyrinə və şərinə inanmaq, namaz qılmaq, oruç tutmaq, zəkat vermək, sədəqə vermək, Quran oxumaq, zikr etmək ən birinci insanın qəlbindəki məhəbbətdən, istəkdən başlayır. Əgər qəlb istəsə o əməlləri, sahibi üçün çox asan, çox rahat olacaq. İnsanın köksündə, qəlbində əməli istəməsi, yaxşı işlər görməyə rəğbətli olması, onun üçün rahat, asan olacaq. Ona görə əziz qardaşlar, qəlbin islahı, qəlbin təmizliyi olduqca mühümdür. İnsan qəlbini təmiz saxlamalı, insan qəlbini islah etməlidir ki, sabah ibadət vaxtı gələndə o qəlb onu qəbul eləsin, götürə bilsin. Necə ki bizlər taxıl əkməmişdən qabaq, arpa əkməmişdən qabaq, kartof, soğan əkməmişdən qabaq, birinci yeri qoyuruq arat olsun. Sonra şumluyuruq.
Sonra malalayırıq. Sonra gübrəsin, dərmanın veririk. Ondan sonra əkini əkirik. Kartofdursa kartof, soğandırsa soğan, arpadırsa arpa, buğdadırsa buğda. Başlayır oradan yaxşı bar məhsul yetişməyə. İbadətləri də etməyə başlamamışdan qabaq, əgər o sənə rahat, asan olmağını istəyirsənsə, o zaman qəlbi islah eləyib onu yaxşı saxlamalısan. Allah Teala buyurur ki, "Əl-ləzīnə əmənu və tatmainnu qulubuhum bi zikrillahi. Ələ bi zikrillahi tatmainnul qulub." Onlar Allahı zikr edib xatırlayan, Allaha iman gətirib, ona itaət edən, qəlbləri Allahı zikr etməklə rahatçılıq tapmış şəxslərdir. Bilin ki, qəlblər Allahı zikr etməklə. Təkcə sözlü zikirlər yox, namaz da zikirdir, oruz da zikirdir, ibadətlər də zikirdir. Rahatçılıq tapan şəxslərdir. Qəlbin islah olması. Uca Allah buyurur, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. O gün nə övlad, nə mal-mülk fayda verməyəcək, ancaq Allahın huzuruna insanın sağlam, islah olunmuş qəlblə gəlməsə fayda verəcək. Qəlb mühümdür. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, bədəndə bir ət parçası var, o yaxşı olsa bütün bədən üzvləri yaxşı olacaq. Gözün, qulağın, dilin, başın, bədənin, əlin, əyağın yaxşı olacaq. Əgər o pis olsa, narahat olsa, bütün bədən üzvlərin pis olacaq, narahat olacaq. Diqqətli olun, o qəlbdir. Qəlbi yaxşı eləmək. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala sizin zahiri görkəminizə, əməllərinizə baxmır. O baxır sizin qəlblərinizə, yəni niyyətlərinizə. Ona görə əziz qardaşlar, hər şeydən qabaq Allahın bizlər üçün hidayət etməsi gəlir. Bizlərin də o hidayəti, o əməli salamat, sağlam qəlblə qəbul etmək gəlir. Allah Teala bu xoşbəxtçiliyi, bu İslamı, bu imanı, bu salih əməlləri haqqında xeyir istədiyi şəxslərə bəxş edir. Heç də hamıya yox, Allah Teala sevdiyi, üstün etdiyi, haqqında xeyir istədiyi şəxslərə bəxş edir. Rasul sallallahu aleyhi və səlləm buyurur, "Mən yuridillahu xayran yufaqqihu fid-din." Allah Teala kimin üçün xeyir istəyərsə onu dində fəqih edər. Yəni dini başa düşmə qabiliyyəti verir. Ona namaz deyiləndə başa düşər ki, namaz nədir? Namaz dinin dirəyidir. Başlayar namaz qılmağa. Oruc deyiləndə başa düşər ki, oruc tutulmalıdır. Rəbbimin əmridir. Ona Quran oxu deyəndə, zikr elə deyəndə, dua et deyəndə Allahın onun üçün xeyir istəməsi səbəbi ilə başa düşür, eşitdim, itaət elədim deyir. Sonra Rasul sallallahu aleyhi və səlləm buyurur ki, وَإِنَّمَا أَنَا قَاسِمٌ وَاللّٰهُ يُعْتِي. Bilin ki, mən özüm o hidayəti insanların arasında bölüb paylamıram. Mənə də verən Allahdır. Mənə də verən Allahdır. İnsanlar hidayəti, islahı Allahdan bilməlidir, ondan istəməlidir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, mən özüm Allah tərəfindən verilərəm. Mən özüm o heç kimə verə bilmirəm. Allah Teala ki, dünyanı istədiyinə də bəxş edir, istəmədiyinə də. Amma imanı, amma İslamı, namazı, orucu, elmi, duanı, zikri ancaq istədiyi, haqqında xeyir istədiyi şəxslərə bəxş edir. Ona görə söhbətimizə başlamamışdan qabaq ilk öncə özümə xatırlatma etmək istədim. Sonra da siz dəyərli cəmaata nə qədər böyük xeyir üzərindəyik. Böyük hidayət üzərindəyik. Namaz üzərindəyik. Oruc üzərindəyik. Sağlam əqidə mənhəc üzərindəyik. Dua edirik, zikr edirik, elm öyrənirik, elm məclislərində toplaşırıq. Vallahi bunu insan əlində olan hər şeyi versə belə Allah istəməyincə nail ola bilməz. Bunu qoruyub saxlamaq. Bəs bax bu sabitçiliyi insanın qoruyub saxlaması. Dəyərli qardaşlarım, bizlər hamımız Ramazan ayı ilə vidalaşdıq. Ramazan ayı bitib sona çatdı. Əlbəttə insanın Ramazan
ayından çıxarkən həm fərəh hissi keçirir, sevinir, həm də hüzünlənib kədərlənir. Fərəh hissi keçirdib, sevinir ona görə ki, oruclarımızı tutduq, iftarlarımızı etdik, sahurlarımızı etdik, təravihlər qıldıq. Bəzilərimizə hətta fəzilətindən uca Allah ümrə ziyarətləri nəsib elədi. Quran-ı Kərimi xətm edib oxuduq. Buna görə insan sevinir. Hüzünlənir ona görə ki, Ramazan bitib qutardı. Bir də insan bilmir ki, Ramazana çatacaq ya yox. Ramazana yetişəcək ya yox. Ona görə salih sələflər Ramazan qurtardıqdan sonra Allaha dua eləyib deyərlərmiş ki, Allahım, bizim Ramazan ayında etmiş olduğumuz ibadətləri bizdən qəbul et və bizi qarşıdan gələn növbəti Ramazan ayına yetişdirib çatdır. Hər birimizin əziz qardaşlarım, dilində bu dua, bu zikir olmalıdır. Ramazan ayı bitsə də ibadət və itayət davam edir. Allah Teala bizlərə buyurur: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Ölüm sənə gəlib çatana qədər Rəbbinə ibadət et. Ramazan bitir. Ömür ki bitmir, ibadətlər ki davam edir. Ona görə alimlər deyirlər ki, nə xoşbəxt o insandır ki, Ramazandan çıxdıqdan sonra da yaxşı, salih əməllərə davam edir. Oruca davam edir, Quran oxumağa davam edir, məscidə gedib gəlməyə davam edir. O, Allah Taala'nın dininin müsəlmanıdır. Çünki var bayram müsəlmanları, var Ramazan müsəlmanları, var cümə müsəlmanları. Bir də var Allah Subhanahu ve Taala'nın dininin müsəlmanı. Yəni, dini yaşayanlar. Nə pis o insandır ki, Allah'a ancaq Ramazanda ibadət edir. Ancaq Ramazanda Quran oxuyur. Ancaq Ramazanda oruç tutur. Ancaq Ramazanda yedizdirir, içizdirir. Zəkatın sədaqasını verir. Kasıbı, küsübü, qapısını döyüb kömək yaparır. Ramazanda dua edir, Ramazanda məscidə gəlib gedir. O, Allah yanında heç də yaxşı insan deyil. Ona görə kim Ramazanı əzəmətləşdirirdisə, bilsin ki, artıq Ramazan bir həftədə qutardı. Amma kim Allahı əzəmətləşdirib, uca tutursa, bilsin ki, Allah əbədi yaşayandır, ölməzdir. Ramazandan sonra Allah Teala bizlərə Şəvval ayına yetişməyi buyurdu. Bu ayda da bizim üzərimizə düşən fəzilətli əməllər var. Oruc bunların ən başında gəlir. Şəvval ayında oruc tutmaq. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazan orucun tutub tamamlayar, sonra Şəvvaldan 6 gün oruc tutarsa, o şəxs sanki bütün ili oruc tutub savabı qazanar. İmam Əhmədin Musnədində rəvayət elədiyi hədisdə isə deyir ki, Rasul sallallahu aleyhi və səlləm buyurur, kim Ramazan orucun tutub tamamlayar, sonra Şəvvaldan 6 gün oruç tutarsa, o şəxs sanki bütün ili oruç tutub savabı mükafatı qazanar. Allah Teala yaxşılığın əvəzini 10 qat verir. Ramazan orucu hər günü 10 həsənədən 300 həsənə eləyir, qalır ilin 6 ayı, 60 günü, onu da 16 günü 10 həsənədən 60 həsənə edir. Beləcə insan bütün ili oruç tutmuş savabı qazanır. Bu oruç çox faydalıdır, əziz cəmaət. Allah həmd olsun, elm əhli, müəllimlər, şeyxlər Ramazan boyunca orucun faydasından, fəzilətindən danışdı. Lakin mən sizlərə həm fərz orucların, həm də nafilə orucların faydasından, fəzilətindən danışmaq istəyirəm. İlk öncə, dəyərli qardaşlarım, Şəvval ayı orucları nafilə ibadətlərdən sayılır. Fərz əməllərdən, fərz ibadətlərdən sonra insanın nafilə əməllər, nafilə ibadətlər etməsə. Nafilə sözü, yəni fərzlərdən əlavə edilən əməllər, edilən ibadətlər. 5 vaxt namaz fərzdir, amma o namazın sünnətləri nafilədir. Duha namazı nafilədir, vitir nafilədir, gecə namazı nafilədir. Ramazan orucu fərzdir, amma Şəvvalın 6 gün orucu nafilədir. 1-4 oruc nafilədir. 13-14-15 oruc nafilədir. Davud əleyhissalamın orucu nafilədir. Həc fərzdir, İslamın dayağıdır, amma ümrə nafilə, sünnə ibadətdir. Zəkat fərzdir, amma gündəlik sədəqələr nafilədir. Allah Teala buyurur, Ənəs İbn Məlikə rəvayət edir, Qudsi hədisdə,
Rasul sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala deyir: "Mə təqarrabə ileyyə abdi bi şeyin əhabbə ileyyə mimmə iftarattuhu aleyh." Qulum ona fərz etdiyim ibadətlər kimi mənə sevimli olan heç nə ilə yaxınlaşmayıb. Allah Teala bizə burada xəbər verir ki, mənə ən sevimli olan əməllər fərz olan əməllərdir. Yəni fərz oruclar, fərz namazlar, fərz olan həcc, fərz olan zəkat. Mənə ən sevimli olan üstə gəl, bəndə bunlar kimi mənə heç nəyə yaxınlaşa bilməz. Sən nə qədər nafilə edirsənsə elə, lakin bil ki, səni Allaha daha çox yaxınlaşdıran fərzlərdir. Yaxşı. Məhz Allahın sevdiyi bu fərzləri yerinə yetirmək üçün və Allaha insanı ən çox yaxınlaşdıran bu fərzləri yerinə yetirmək üçün nələr lazımdır? Hədisin arxası ilə gəlir. Yəni bizim fərzlərimizi ayaqda saxlayan, o fərzlər ki, bizi Allaha ən çox yaxınlaşdıran əməllərdir, o fərzlər ki, bizə Allaha ən sevimli olan əməllərdir. Yaxşı, mən nə edeyim ki, mənim fərzlərim həmişə olsun? Həmişə bu vacib əməlləri yerinə yetirim. Onların savabı dağılmasın, zayi olmasın. Onlarda olan qusur, xata, kəffarə bağışlanıb yuyulsun. Hədisin arxasında gəlir. وَمَا يَزَالُ عَبْدِي يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ حَتَّى أُحِبَّهُ. Bəndəm fərzlərdən sonra nafilə əməllər etməyə, nafilə namazlar, nafilə sədəqələr, nafilə oruclar tutmağa davam etdiyi müddətcə o əməl üzərindədir. Hətta uhibbəhu. Mən onu sevərəm. Aha. Demək, nafilə ibadətlər bizə Allahın sevgisi, məhəbbətin qazandırır. Nafilə oruc, məsələn, Şəvval nafilə orucdur. 1-4 nafilə orucdur. Nafilə namazlar, məsələn, ratibə sünnələr, duha, qiyamul leyl. Hələ onların xüsusi özlərinin fəzilətindən savayı, ümumi fəzilətlər də var. Onu mən sevərəm. Sonra Allah Teala deyir ki, فَإِذَا أَحْبَبْتُهُ. Elə ki, mən həmin adamı sevdim, onun görən gözü olaram, eşdən qulağı olaram, tutan əli olaram, yeriyən ayağı olaram. Görən gözü olaram, yəni ona ancaq yaxşı şey göstərərəm. Onun gözün pis şey göstərmərəm. Eşdən qulağı olaram, yəni onun qulağına ancaq yaxşı şey eşitdirərəm. Pis şey onun qulağı eşitməz. Tutan əli olaram, yəni o adam əli ilə ancaq yaxşı işlər görər. Qoymaram ki, o əli ilə günah iş görsün. Yeriyən ayağı olaram, yəni onun ayağı xeyrin dalıcan gedib gələr. Qoymaram ki, günahın dalıcan geçsin. Sonra Allah Teala buyurur ki, elə ki, mənə dua edib istədi, ona istədiyini verərəm, elə ki, məndən sığınacaq istədi, onu sığınacağımı alaram. Bu bütün nafilə ibadətlərin savabı. Qiyamət günü Allah Teala insanın fərz olan əməllərin ölçdükdən sonra deyəcək ki, gətirin, görək qulumun nafilə nələri var? Nafilə nə ibadətləri var? Qulun nafilə ibadətləri gətiriləndən sonra onun tərəzisi xeyrə ağır gələcək. Fərzlərdə yol vermiş olduğu qusurlar, naqissirlər bağışlanıb gələcək. Bu Şəvval orucu, yəni bütün bunlardan savayı, bu hədisdə sayılanlardan savayı, həmçinin bir il savab mükafat qazanmaqdan savayı bizim Ramazan ayı boyunca etmiş olduğumuz taxsirləri elə bil ki, yuyur, kəffarə olur, əziz qardaşlarım. Savabından esinə əksilmir. Həm də Allaha ən sevimli olan əməl hansıdır? Az olsa da davamlı olsun. Baxın, bir ay Ramazanla oruç tutmaq istəyir. Amma qalan aylarda nəyə gücün çatır? Bazarısan ayda 3 dəfə oruç tut. Bazarısan həftə 2 dəfə oruç tut. Az olsun, amma davamlı olsun. Həmçinin bu xeyirdə yaraşmaqdır. Allah Teala buyurur ki, fəstəbuğul xeyrat. Xeyr əməllər görməkdə bir-birinə yarışın. Allah Teala buyurur, fəfirru ilallah. Allaha tərəf qaçın. Yəni salih əməllərlə. Allah Teala buyurur, وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ اُعِدَّتْ لِلْمُتَّقِينَ. Rəbbinizin bağışlanmağına tələsin. Bir də ərazisi göylərlə yer qədər olan cənnətə tələsin. O cənnət ki, müttəqilər üçün hazırlanıb. İnsanın
Ramazandan sonra orucuna devam eləməsi, orucun tutması göstərir ki, Allah Teala o Ramazan orucun qəbul edib. Çünki bir ibadət qəbul olduqdan sonra yenidən növbəti ibadətə çağırır. Növbəti ibadətə qarşı insanın qəlbində istək arzu olur. Demək ki, Ramazanın bizə faydası olub. Həmişə elm əhli keçirdir Ramazan orucunun faydası, orucun faydaları. Orucun faydası olub ki, bugün qardaşlar görürsən ki, Şəvval orucu barəsində fikirləşirlər. Şəvval orucunu necə tutaq? Bəziləri artıq tutub bitirir, bəziləri yarısından keçib. Hamısı göstərir ki, o Ramazan orucu ona fayda verir. Və orucun faydaları. Məhz bugün sizlər ilə qısa orucun faydalarından danışmaq istəyirəm. Peyğəmbər s.ə.v buyurur ki, oruç tutun, həqiqətən də oruca tay, bərabər heç nə yoxdur. Peyğəmbər s.ə.v buyurur ki, kim oruclu ikən ölərsə cənnətə daxil olar. Kim oruclu ikən ölərsə, o şəxs cənnətə daxil olar. Demək, insanın cənnətə daxil olmaq üçün əsas səbəblərindən biri də oruc. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, oruclunun ağzından gələn ətir, qoxu Allah yanında misk ətirindən daha əzizdir. Bütün oruclara aiddir bu. İstər fərz, istər nafilə. Cənnətin 8 qapısı var. Onlardan biri Rayyan qapısıdır. O qapıdan ancaq oruç tutanlar daxil olacaq. Qeyri heç kim. Ancaq oruç tutanlar. Görürsən ki, oruc bu qədər fəzilətli bir ibadətdir. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, oruc insanı cəhənnəm odundan qoruyan, mühafizə edən möhkəm bir qalxandır. Orucun qalxan olması var. Orucun qalxan olması həm bizi cəhənnəmdən və cəhənnəmə aparan əməllərdən qoruyur, həm də insan oruclu ikən görürsən ki, gücü, qüvvəsi az olduğu üçün günaha, haramlara meyli az olur. Şəhvət sönür, bədən gücdən düşür. Görürsən ki, dil çox danışmır, aydındır. Çox günaha insan meyilli olmur, harama baxmır, harama qulaq, hamısı nədir? Orucun faydasıdır. Qalxandır, səni qoruyur, saxlayır. Gərək insan da bu qalxanı qoruyub saxlasın. Həmçinin oruc səbəbdir insanın haramlardan, həmçinin fasiqlərdən qorunub saxlanmasına. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biri oruc olan zaman günah söz danışmasın, cahillik eləməsin. Günah söz danışmasın, cahillik eləməsin. Kimsə gəlib onunla cahillik eləmək istəsə, döyüşmək istəsə, desin ki, mən oruç tutmuşam, mən oruç tutmuşam. Yəni, məndən uzaq ol, mən orucluyam. Aydındır. Və səbəb olur ki, dəyərli qardaşlarım, orada o ixtilaf, o fitnə sona çatır. Əziz qardaşlar, oruc Allah Teala buyurur ki, Adəm övladının əməlinə görə Allah Teala ona 10 savabdan başlayaraq 700 savaba qədər savab mükafat yazır. 10 mükafatdan başlayaraq bir əməlinə görə 700 qata qədər mükafat yazır. Yalnız oruca bu aid deyil. Oruca aid deyil. Allah Teala deyir, oruc mənim üçündür, onun savabını mən ayrıca özüm verəcəm. Digər ibadətlərdə 10 qatından başlayaraq 700 qatına qədərdir. İstədiyinə daha artırır. Amma oruc bura aid deyil. Orucun deyir, savabı, mükafatı mən ayrı verəcəm. O mənim üçün yeməyi, içməyi, istək və arzuları tərk edib, ona görə onun savabını mən ayrıca özüm verəcəm. Yəni, buradan alimlər deyirlər ki, orucun savabının ayrıca verilməsi onu göstərir ki, yəni oruc digər ibadətlər kimi ölçülməyəcək. Bu qədər savabı yoxdur. Həmçinin orucun Allah Teala deyir, mənim üçündür, onun mükafatını mən özüm verəcəm. Yəni insanın əgər kiməsə haqqına giribsə, qeybətini edib, incidib, əziyyət verib, biz bildiyimiz kimi nə olur onda? İnsanın savab əməllərindən götürülür, verilir o haqqına girdiyi şəxsə. O namazından, zəkatından, sadaqasından, ümrəsindən götürür, verir. Amma oruca dəyirmir. Allah Teala orucdan götürmür. Əlbəttə, ən gözəlin Allah Teala bilir bu hədislərin şərhinin. Əziz qardaşlarım, orucun faydası Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, oruc insanın günahlarının bağışlanmağına səbəbdir. Günahlarının əff olunmağına səbəbdir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, Əs-salavatul xams vəl-cumu'atu iləl-cumu'ati və ramadanu ilə ramadana mukəffiratun mə beynəhunnə
İzəctunibətil kəbəir. 5 vaxt namaz arada olan günahlara. Cümə növbəti cüməyə qədər. Ramazan növbəti Ramazana qədər arada olan günahlara bağışlanma səbəbidir, kəffarədir, amma bir şərtlə. Əgər insan böyük günahlar eləməsə. Baxın qardaşlarım, biz Ramazan orucumuzu tutduq. Aydındır. İstəyirik isə ki, bu Ramazan orucumuz növbəti Ramazana qədər olan, burada əlbəttə günahların bağışı kiçik günahlar gedir. Kiçik günahlarımız bağışlansın, onda növbəti Ramazana qədər özümüzü böyük günahlara qoruyub saxlayaq. O böyük günahlar ki, Quranda və sünnədə hədələnir, şiddətli qeyd olunur, axırının cəhənnəm olduğu söylənilir. Əgər bunlara düşməsək, bu tutduğumuz bir ay orucun bir faydası da növbəti 11 ay sonra gələn Ramazana qədər günahlara kəffarədir. Eləcə də namaz. Sübh namazın qıldın. İstəyirsənsə ki, zöhrə qədərki günahların bağışlansın. Çünki Allah Teala deyir, bağışlayacaq kiçik günahları. Onda böyük günah eləmə. Eləcə də qıldın zöhrü asıra qədərki günahların bağışlanmağı isə böyük günah eləmə. Asırı qıldın məğribəcən. Günahların bağışlanmağı isə böyük günahlardan çəkin. Məğribi qıldın işiyəcən. Günahların bağışlanmağını istəsə böyük günahları tərk etsin. İşanı qıldın ta sübhəcən böyük günahları tərk edir. Böyük günahlar da hamımız bilirik. Yəni dillə olan günahlar var, əllə olan günahlar var və s. İnsan gərək uzaq dursun. Həmçinin cümə. Aydındır. Cüməni qıldığını istəyirsən ki, gələn cüməyə qədər Allah Teala sənin günahları bağışlasın, onda böyük günahlardan uzaq durmaq. Peyğəmbər demək, burada Ramazan dedi, elə deyilmi? Kimsə sual verə bilər, bəs burada Arif qardaş, nafilə oruclar haradadır, kiçik günahlara kəffar olunması? O bu hədisdə gəlir. Əbu Qətədədən soruşurlar ki, rəvayət edir, Peyğəmbər s.ə.v-dən Arafa orucu haqqında soruşurlar. Arafa nafilə oruclardan biridir. Rasul s.ə.v deyir ki, Arafa orucu bir il keçmiş və bir il qarşıdan gələn günahların bağışlanmağına səbəbdir. Arafa Zilhiccə ayının 10-cu günü tutulan oruçdur. Bir gündür oruc, aydındır bir gün. Lakin bir il keçmiş və bir il gələcək günahları bağışladır. Və sonra Aşura orucu haqqında soruşurlar. Muharrem ayının 10-unda tutulan oruc. Rasul s.ə.v deyir ki, Allahdan istəyirəm ki, o oruc insanın bir il keçmiş günahların bağışlatsın, kəffarə olsun. Bunlar hədisdə gələn 2 nafilə orucun fəziləti. 2 nafilə orucun fəziləti. Yaxşı, bəs digər oruclar necə? 1-4, 13-14-15, Şəvval. Rasul s.ə.v buyurur ki, qiyamət günü Quran və oruc şəfaət etmək üçün gələcəklər. Rəblərinin huzuruna. Quran deyəcək, ya Rabbi, sənin bu qulun məni gecə gündüz oxuyurdu, əlindən yerə qoymurdu. Məni onun üçün bağışlanma səbəbi ilə. Allah Teala Qurana icazə verəcək ki, həmin onu oxuyan şəxs üçün bağışlanma səbəbi olsun. Dalıyca oruc gələcək. Ya Rabbi, sənin bu bəndən məni tuturdu. Yemirdi, içmirdi, nəfsinin arxasından getmirdi. Mən gəlmişəm ki, məni onun üçün bağışlanma səbəbi eləyəsən. Yəni, mənə görə onu bağışla. Bizdə var, sən görsən, qəzəbli eləyib də, mənə görə onu bağışla. Keç, mənə görə keç. Allah Teala icazə verəcək ki, oruc səbəbi ilə insan bağışlansın. Burada artıq bütün oruçlar. İstər fərz, istər nafilə, dəyərli, qiymətli qardaşlarım. Xülasə, insanın daima oruca riayət etməsi. Həmçinin oruc faydalarından biri də duaların qəbul olma səbəbidir oruc. Rasul s.ə.v buyurur ki, 3 nəfərin duası qəbul olub cavabsız qalmır. Onlardan biri kimdir? Oruclu insanın etmiş olduğu dua. Oruclu insanın etmiş olduğu dua. Yəni, sahur eləyib, ağzını bağlayan andan etibarən iftar eləyib, orucunu açana qədər nə vaxt dua etsən, Allah Teala sənin duanı qəbul eləyir. Duaların qəbul olunmağına səbəbdir. Həmçinin, dəyərli qardaşlarım, oruc Peyğəmbər s.ə.v-in bizlərə buyurduğu kimi içərisində sahur iftar var
Allahın, baxın, sahur iftar, sahuru gecikdirmək. Nə qədər hədislər var. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, bunlar hamısı orucun içərisində daha. İnsanlar sahuru gecikdirib, iftarı tez etdikləri müddətcə xeyir içərisində olacaqlar. Demək, sənin xeyir içərisində olmağına səbəbdir. Həmçinin insanlar sahuru gecikdirib, iftarı tezləşdirdikləri müddətcə Allah Taala özü o şəxsə salavat deyir. Allah Taala'nın salavat deməsi, yəni onu uca məqamları tərifləyir. Görürsünüz, bəndəmi tərifləyir. Mələklər salavat deyir. Mələyin salavat deməsi, yəni Allahım bu qulunu bağışla, bunu əff elə, çünki sahuru gecikdirir, iftarı tezləşdirir. Sahuru gecikdirir, iftarı isə tezləşdirir. Sahur eləyin, sahurda bərəkət var. Bərəkət üç şeydədir, biri də sahurdur. Bizim orucumuzla kitab əhli orucu arasındakı fərq sahurdur. Bir qurtum su olsa belə sahur eləyin, deyir Peyğəmbər sallallahu aleyhi. Bunlar hamısı əziz qardaşlar. Mənə bəlkə də yəqin elədir. Nə qədər fəzilətlər var ki, hansı ki bizlər bunu unuduruq. Yaxud da bilmirik orucun faydaları içərisində. Ona görə hər birimiz sevinməliyik ki, bugünkü bu yaşımızda, bu ömrümüzdə, bu çağımızda Allah Teala bizlərə orucla yaşamağı müvəffəq edir. Oruç tutmağı müvəffəq edir. 7 sinif insan var ki, onlar heç bir kölgənin olmadığı gün Allah Teala onları öz kölgəsində kölgələndirəcək. Onların biri də Allaha ibadət etməklə böyüyən gənclər. Yəni, oruç tutmaqla böyüyən gənclər, namaz qılmaqla böyüyən gənclər, saqqal saxlamaqla, şalvarın balağını güdətməklə böyüyən gənclər, elm öyrənməklə, elm məclisində iştirak etməklə böyüyən gənclər, məscidə gəlib gedməklə, aydındır, hamısı ibadətdir, hamısı böyüyən gənclər. Onlar üçün Allah Teala xüsusi kölgə yaratacaq. Allah Subhanahu Teala bizə ibadət və itaətlə keçirəcəyimiz uzun ömür, gözəl həyat, xoşbəxtçiliyi bəxş eləsin. Allah Subhanahu Teala bizim bütün bu əməllərimizi qat-qat artıqlaması ilə qəbul eləsin. Allah Subhanahu Teala bizlərə oruclu ikən ölüb bu dünyanı tərk eləməyi nəsib eləsin. Oruclu ikən, salih əməllər üzərə ikən, namaz qılarkən, yaxşı işlər görərkən bu ömrümüzü yaşayıb, bu həyatımızı sürüb, bu ömrü, bu həyatı qurtarıb dünyadan ayrılan şəxslərdən eləsin. Allahım bizi müsəlman kimi yaşat, yəni salih əməllər edə-edə yaşat. Allahım bizi müsəlman kimi öldür. Salih əməllər edərkən bizi öldür və bizi salih bəndələrinə, salih qullarına qovuşdur. Allah Teala hər birimizə razı olsun. Allah Teala bu gözəl məclisi hazırlayan, düzən, quran, təşkil edən, cahamatı bura yığan, pişirən, düşürən, hamıdan Allah razı olsun. Zərrə qədər xeyir iş görən savab qazanacaq. Əgər zərrə qədər xeyir işə Allah savab verirsə, bu qədər işə nətər? Allah Teala mükafatını qat-qat versin. Allah Subhanahu ve Teala bizlərə bugün burada toplandığımız kimi ahirətdə, cənnətdə peyğəmbərlərin, siddiqlərin, salihlərin və əməl-i salih insanların süfrəsində, məclislərində, yanlarında toplanmağı nəsib eləsin. Allah Teala bizi peyğəmbərlərə qonşu eləsin. Qapımızı açanda peyğəmbərlərlə, onların evlərinə yaxın olaq, onlarla qonşu olaq. Allah Teala bizə qiyamət günü onu görməyi nəsib eləsin. Ona tamaşa etməyi nəsib eləsin. Ən böyük nemət də, ən böyük xoşbəxtçilik də budur, əziz, möhtərəm qardaşlarım. Allah Teala ən doğrusunu, ən gözəlini bilir. Subhanəkəllahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.